Yaxşı, gəlin sizə başqa bir şey də deyim. Özünüz düşünün. Axı siz niyə ağlınızı işlətmirsiniz? Əgər hər şey imtahandırsa, imtahanda təhrik edici bir qüvvənin varlığı da mütləqdir, elə deyilmi? Varlığı mütləq olan bir varlığın etdiyi çaşdırıcı hərəkətlər onun məsuliyyəti ola bilməz. Çünki o pis iş görmür. Sadəcə vəzifəsini yerinə yetirir. İndi deyin mənə, Allah məni niyə cəhənnəmə atmalıdır? Nədir? Yoxsa Allah inanırdı ki, Adəm cənnətdə həmişə günahsız qalacaq? Əlbəttə ki, o mütləq sınağa çəkilməli idi. Mənim cəhənnəmə getməyim üçün heç bir səbəb yoxdur. Çünki mən sadəcə verilən tapşırığı icra edirəm. Əgər Allah məni cəhənnəmə atacaqdısa, onda mən olmasaydım bu insanları necə sınağa çəkəcəkdi? Bəlkə özü şeytanlıq edəcəkdi, hə? Demək belə çıxır ki, Allah öz əlini pisliyə bulamaq istəmir. Məni bir muzlu kimi tutub, axırda da iş bitəndə məndən yaxasını qurtarmaq istəyir. Hani Allahın ədaləti, ay axmaqlar? Cəhənnəmə siz gedəcəksiniz, mən yox. Mən sizi azdıranda sadəcə işimi görürəm. Amma siz o günaha bilərəkdən batanda bu sizin məsuliyyətinizdir. Şeytan biraz da yaxınlaşıb pıçıldayır. Üstəlik də gəlin bir reallığı qəbul edək. Əgər Allah hər şeyi əvvəlcədən bilirsə, kimin hansı günahı edəcəyini, mənim təkəbbürə düşəcəyimi, Adəmin o qadağan olunmuş meyvəni yeyəcəyini dəqiq bilirsə, niyə bizə mane olmadı? Niyə bizi qorumadı? Bu dünyada adi bir valideyn belə övladının xəta edəcəyini hiss edəndə onu əvvəlcədən xəbərdar edir, əlindən tutur. Bəs Allah niyə susdu? Əgər o bizim yalnız yaxşı olmağımızı istəsəydi, o an müdaxilə edib bizi bu quyudan çıxarmazdımı? Etmədi. Deməli, pislik də ən az yaxşılıq qədər Allahın məqsədidir. Pislik həqiqi yaxşılığın üzə çıxması üçün yaradılmış zəruri bir mexanizmdir. Və bu mexanizmdə mən Allahın düşməni deyil, onun ən sadiq tərəfdaşıyam. Biz onunla əlbirik. O səhnəni qurur, mən isə rolu oynayıram ki, sizin xalis olanınızla murdar olanınız bir-birindən ayrılsın. İndi deyin görün mənə lənət oxuyarkən əslində kimin planına nifrət edirsiniz? Şeytan qanlı gözlərini zaldakılara dikib söhbətə başladı. Mənim varlığım bir zərurətdir. Belə olan halda mən necə pis ola bilərəm? Mənim üzərimə hansı məsuliyyət düşə bilər? Əgər mən olmasaydım, mənim işimi ya bir başqası, ya da elə Allahın özü etməli idi. Siz bu oyunda təksiniz. Mən sizə ortaq deyiləm. Mən sizi imtihan edən Allahın əlindəki bir alətəm. Bombanı əlimə mən götürmüşəm. Bəli, ən murdar işin mənə verilməsi məni təhlükəli etmir. Sadəcə vəzifəlidir. Allah məni yaradanda təkəbbürümü bilirdi. Əgər Adəmin azmağını istəməsəydi, məni heç yaratmazdı da. Məni yaradanda bilirdi ki, mən nə vaxtsa Adəmi yoldan çıxaracağım. Demək bir bildiyi vardı. Demək Adəm sınağa çəkilməli idi. O sadəcə baxır, nə olacaqsa ona icazə verir. O heç nəyə dəyişmir. Sadəcə olacaq olanın baş verməsinə imkan yaradır. Amma siz insanlar alçaqsınız. Sizə həmişə bir günahkar lazımdır ki, öz çirkinliyinizi onun üzərinə atasınız. İndi ən böyük həqiqəti eşidin. Bəlkə də mən heç yoxam, bəlkə iblis dediyiniz şey sadəcə sizin toplu şəkildə məsuliyyətdən qaçışınızdır. Öz içinizdəki qaranlığa qoyduğunuz addır, hə?